Malikəşlərlə Əli Əleyhisselamın bir dənə belə bir söhbəti var. Deyir, say hesabı ilə hamımızı eyni adam öldürmüşük. Nə oldu sən la fəta illə əli ilə seyf illə zülfüqar. Yəni öz aranda dostlar da belə zarafatlaşanda Əli Əleyhisselam deyir ki, düz deyirsən, bizi eyni sayda adam öldürmüşük. Amma sən qabuğa çatanı öldürmüşsən. Mən sizə baxmışam ki, bəlkə düzəlmək tərəfi var. Bəlkə bunun övladları nəsə bir babat bir adam olar. Mən seçib öldürmüşəm deyir. Yəni hətta adam öldürməyin özündə də belə, o bilirsiniz nəyə bənzəyir? Mən həmişə misal gətirirəm onu. Ki, insanları kimisə məsumun bir adamı öldürməsi müharibədə də bənzəyir. İnsan bədənində hansı bir qanqren olmuş yer, amputasiya eləyirlər, kəsirlər ki, bütün bədəni zəhərləməsin deyə. Bu məcburiyyətdən olur bu. Onların adam öldürməyi də bu cür neydi? Öldürmürsən də öldürməyə gəlir. Bəli, bu cür məsələ.